İndi Azərbaycan imkan vermir. Türkmenistandan gəlir, Kitaydan gəlir, hər yerdən mal gəlir, mişat eləyirlər bizə. Aprelin 29-u Gürcüstanın Marnyuli şəhərinin kəndlərindən olan fermerlər məhsullarının qiymətinin aşağı olmasına görə etiraz ediblər. Onlar Marnyuli Sadaqlı yolunu bağlamağa cəhd ediblər, polislə qarşıdurma yaşanıb. Aksiyaya Qırxılı, Arflı, Qullar və digər kəndlərdən olan sakinlər qoşulublar. Etirazçılar bildiriblər ki, qonşu ölkələrdən pomidor və xiyarın idxalı yerli məhsulların ucuzlaşmasına və satışın dayanmasına səbəb olur. Onlar xarici məhsullara tətbiq olunan rüsumların artırılmasını və yerli istehsala daha çox dəstək verilməsini tələb ediblər. Biz əkib pişdiyimizi sata bilmirik. Azərbaycandan imkan vermir, Türkiyədən bir tərəfdən gəlir. Hamımız bu əkini götürüb əhməkdə kreditlə eləmişik. Banka borcumuz var, küllü miqdarda. Hər 100 min, 150 min, 70 min, 50 min kredit götürüb əkibdir. Qar bir il bütün yatırtdı aranjilərimizi, təzdən qurmuşuq hamısını. İndi Azərbaycan imkan vermir. Xiyarı yığırıq, qapıda qalır, alan yoxdur. Sata bilmirik da, əkdiyimiz əkini satıb pul eləyə bilmirik. Odunun maşını 2000 lar idi. Bir işçinin xarcı 3 lar idi bir iki ildə. Biz yəni onu satsaq yaxşı olacaq bir iki ildə. Heç olmayacaq, götdüyümüz borcu ödəyə bilsək, bizə yaxşıdır, o minusdur onun özü, plusdur. Bizə dövlət dəstəyi lazımdır. Dövlətdən də biz necə dəstək gözləyə bilirik? Gəlirlər, vəd verirlər ki, o hansı ki yuxarı məmurlar ona verdikləri vədə də əməl etmirlər. İndi buna da görə də biz kimə müraciət edək, kimə sözümüzü, dərdimizi deyək ki, bizə kömək olsun. Deyilənə görə Azərbaycana güclü pomidor maşınları, xiyar maşınları gəldi. Hələ biz, bəlkə də deyərəm, bir 10% məhsul satmamış, qiymətlər düşdü aşağı. Ona görə cəmaatımız məcbur oldu, getdi bu Şulaver yolunda maşının qabağını kəsdi ki, bəlkə bizim cəmaata kömək eləyən oldu. İndi olada daha doğrusu, ona da hələ heç kim nə söz vermir, nə də əməl eləmir. Gürcüstanda yaşayan azərbaycanlı fermerlər gəlir mənbələrinin yox olma təhlükəsi ilə üzləşdiklərini bildirirlər. Xüsusən Azərbaycandan gətirilən xiyar, pomidor məhsulları rəqabəti pozub. Pomidor olmalıdır 7 manat, olub 3 manat, 4 manat. Bu da 4 manatdan satanda öz mayası eləyir. Axırda görürük ki, 10 min qoymuşuq, 8 mindən də qutarırıq işi. Kimin ziyan belə. Başqa yerlərdən məhsul gəlməsin. Biz də balaca bir ölkəyik. Bizim çox gəlirimiz yoxdur. Bizim kənd təsərrüfatıdır. Ondan da nə gəlirsə, nə xeyir tuturuqsa ondan tuturuq. Ayrı iş yerimiz yoxdur. Başqa bir yerdən gəlirimiz yoxdur. Kəndçinin işi maldır, qaradır, aranjirdir, gəlir yeri.